Hamını salamlayıram, təşəkkürümü bildirirəm ki, təlimdə iştirak edirsiniz. İlk növbədə də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi göstərdiyinə görə təşəkkürümü bildirirəm. Bugünkü mövzu, təlimin mövzusu kiber təhdid və görünməz hücumlardan qorunma üçün maarifləndirmədir. Kiber təhdid ümumiyyətlə nədir? Yəni ki, biz artıq elə bir zamanda yaşayırıq ki, özümüzü internetsiz, sosial şəbəkələrsiz, smartfonlarsız təsəvvür etmək mümkün deyil. Amma hamıya elə gəlir ki, internet çox rahat bir üsuldur. Amma bu rahat üsulun içərisində çoxlu görünməz təhdidlərlə biz rastlaşırıq hər gün. Rəqəmsal aləmdə belə bir kiber dələduzlar formalaşıb, yəni asanlıqla pul qazanmaq istəyən şəxslər formalaşıb. Onların məqsədi internet vasitəsilə gəlir əldə etməkdir. Təbii ki, bu gəliri kimlərdənsə əldə etməyə çalışırlar. Bunlar da sadə vətəndaşlarımız olur. Sadə vətəndaşların əsas olaraq onların toruna düşməyin səbəbi isə bəzən maraq, bəzən tamah olur. Onlar tamah yaradan bir mövzularda müraciət edirlər. Məsələn, deyirlər ki, beh verək, kartınızı verin sizə beh atalım. Məsələn, hansı saytlarda, biz onlayn satış saytları var. Orada bir elan yerləşirsə balaca, dərhal müraciət olur ki, o malı almaq istəyirik. O malı almaq istəyirsə, deyirsə, çox rahat, nə yapış elə, elanı incə qoymuşsun, malı almaq istəyirlər. Və sizdən beh göndərməyə çalışacaqlar ki, gəlin sizə beh göndərim ki, o malı başqa adama satmayın. Bu zaman sizdən kart məlumatlarınızı əldə etməyə çalışacaqlar. Sizə kartınızın nömrənizi verin, sizə beh göndərək. Əslində bilin ki, bu yalan bir məlumatlardır. Sizin kart məlumatlarınızı alması, fərdi məlumatları ələ keçirməyə çalışırlar. İkinci mövzu, hal-hazırda çox belə kritik olan mövzu, süni intellektin sürətlə inkişafıdır. Süni intellekt vasitəsilə, məsələn, əvvəllər kiber dələduzların hansısa imkanları yox idi. Şəkilləri montaj etsinlər, video çəksinlər, səs əlavə etsinlər. O imkanları hal-hazırda süni intellekt onlara şərait yaradır. Heç bir biliyi, bacarığı olmadan şəxs daxil olur hansısa süni intellektə. Sizin bir sosial şəbəkədən olan şəkli götürür, üzərində manipulyasiyalar edir. Yəni, bunların qarşısını almaq üçün çalışmaq lazım ki, sosial şəbəkələrdə fərdi məlumatları qısırlama, yəni ki, paylaşmamaq, şəkillərinizi falan. Belə bir hal olmuşsa, bir neçə bir il əvvəldirsə, universitet tələbələrinin şəkillərini götürərək, onları manipulyasiya edərək, sonra şantaj, kiber təhdid yoluna onlardan pul qazanc əldə etməyə çalışırdılar. Yəni, bu tip mövzular barədə danışılacaq. İndi isə sözü layihənin eksperti Yusuf Süleymanlıya təqdim edirsə. Təqdimat hazırlamışdır. İmkan varsa bir o təqdimata nəzər eləyir və ondan sonra təlimin sual-cavab bölməsi olacaq. Ekspert və mən tərəfindən suallara cavab verə bilərik. Hər kəsi salamlayıram. Bugünkü mövzumuzu Samir bəy qeyd elədi. Görünməz təhdidlər haqqında danışacağıq. Kiber təhlükəsizlikdə bir çox mövzular var və aktualdır. Hal-hazırda görünməz təhdidlər haqqında danışmağı vacib bilirik. Çünki bir çoxlarımız internet bankçılıqdan, kriptografiyadan və digərlərindən istifadə edirik və görünməz təhdidlərdən xəbərimiz yoxdur. Yəni, bilirsiniz ki, getdikcə əvvəllər əgər bizim iş yerlərimizdə hesablarımız belə deyək, bir girişli olunurdusa, hərə istədiyi kimi kompüter gətirə bilirdi, hərə istədiyi maildən istifadə edə bilirdi. Amma bu mərkəzləşdirilir artıq. Bunun yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi odur ki, xaos yaranmır iş yerlərində və əgər hər hansı bir problem baş verirsə, həmin an araşdırma zamanı biz rahatlıqla izə düşə bilirik. Amma əgər bu istənilən adam istənilən akkauntdan istifadə edirsə, bu araşdırma zamanı müəyyən problemlər yaradır. Mərkəzləşmə buna görə vacibdir, xaosun qarşısını alır. Amma eyni zamanda əgər biz
bir akkauntu itirsək, bu o deməkdir ki, bizim şəxsi məlumatlarımız, eyni zamanda iş məlumatları sızmış olur. Bu hətta iş yerindən çıxarılmaya və digər məsuliyyətlərə cəlb olunmaya qədər apara bilir. Ona görə də bu barədə biz istəyirik sizin diqqətinizi çəkək müəyyən bir başlıqlara, hansı ki, görünməz saydığımız hücumlar hansılardır? Görünməz saydığımız hücumlar sosial mühəndislik var, hansı ki, biz fərqində olmadan müəyyən paylaşımlar edirik. Sosial mühəndislik nədir? İzə düşmək üçün müəyyən sübutlar götürürlər. Hansı ki, məsələn, mən bugün burada danışıram, mən ekranda nəsə paylaşıram, hansı ki, bu şəxsi məlumatlarımdır və burada şəkil çəkilir və sosial şəbəkəyə qoyulur. Və orada qeydlər aparılır. Adım qeyd olunur, ünvanım qeyd olunur və açar nə tapıla bilər? Bunlardan yola çıxıb nə tapmaq olar? Bunlar qeyd olunur və ssenarilər hazırlanır. Və belə deyək, indi şəkil çəkildi, biz fikirləşirik ki, şəkildir, adı şəkildir, paylaşdıq. Amma metadata gizlidir içərisində, hansı ki, koordinatlar var. Yəni, bugün deyək ki, bir şəkil paylaşdım ki, tədbirimiz uğurla davam edir. Tədbirimiz uğurla davam edir harda? Mən şəkili paylaşdım və metadata onun içərisində gizlidir. Və bildilər ki, biz Caspian Business Center'da filan mərtəbədə oturmuşuq. Və bu bizə adi, belə deyək də, təhdid kimi görünə bilər ki, biz filan mərtəbədəyik, filan ünvanlıyıq, bunu nə kimi vacib bir məlumatdır. Amma deyək ki, hakerlar üçün bu vacib məlumatdır. Kiçik bir ssenarini deyim, bu tədbirə gəlməzdən öncə yaxın bir adam zəng elədi ki, 850 manatım uğurlandı. Bəs ümumi üçüncü şəxsin dilindən dinlədiyimə görə bəzi orada məlumatları qaçırmış ola bilərəm, amma ümumi ssenari belədir ki, adama zəng edirlər, deyirlər ki, sizin 10 ildir işlətdiyiniz nar nömrə var və bu nar nömrə artıq köhnəlib, dəstəkləməyəcək telefonunuz bu nar nömrəni müəyyən bir müddətdən sonra şəbəkəniz olmayacaq. Biz bunu yeniləməliyik ki, yeni nömrə verək sizə. Operator adından zəng edirlər. Və sizə kod gələcək, o kodu bizə verin. Kod gəlib, kodu ötürüb həmin adamlara, kodu isə bunun mobil applicationına girmək üçün imiş. Onu resetləmək istəyirmişlər. Deməli, adamın haqqında bir neçə məlumatı göstərirlər. Siz görürsünüz ki, müəyyən bir, deyək ki, şifrəmi unutmuşam deyəndə müəyyən suallar verir. Ola bilər ki, o sualların içərisində sizin ünvanınız olsun, konkretliyi yaratmaq üçün. Bir neçə suallar verir. Həmin sualları keçmək üçün o, deyək ki, mən ekranda paylaşdığım o məlumatlar haker üçün ssenarini qurmaq üçün əsasdır. Yəni ki, ünvanı bilirəm, adın, soyadını bilirəm, doğum tarixini bilirəm. Bunları birləşdirir və sonunda hücumu həyata keçirir. Hücum bir gündə həyata keçirilmir. Müəyyən ssenari üzərində qurulur və həyata keçirilir. Ola bilsin ki, bunun ssenarisi deyək ki, bir ay üstündə çalışılsın, heç kimə də hücum olunmasın və bir ayın sonunda 10 nəfərə eyni anda hücum olunsun. Və 10 nəfərdən, demək, həmin şəxs hətta sonradan başqa formada zəng ediblər, sonra deyiblər polis idarəsindən də sizi yığan, sizin karta müdaxilə var. Hətta şəxs qarşısını alıb, applicationından pulu çıxarda bilməyib, amma başqa formada yenə də pul çıxarıblar ondan və deyiblər ki, bəs görüntünü aç, biz polis kiber təhlükəsizlikdən zəng eləmişik, biz araşdırma aparırıq ki, kim sizə hücum edib. Və bu kimi suallar veriblər, müxtəlif cavablar alıblar və sonunda axırda o pulu ondan alıblar. Və məsələn, indi ona sevinir ki, hətta adına 10.000 manat rəsmiləşdirmək istəyirmişlər. 10.000 bilməm neçəmində indi icazə veriləcək qədər rəsmiləşdirəcəkmişlər. Son anda müdaxilə olunub, indi o rəsmiləşdirilməyib. İndi düşünək ki, itirdiyi məbləğ daha böyük ola bilərdi. 850 manat var imiş hesabında və ona görə də biz dəfələrlə qeyd edirik ki, ümumiyyətlə bank hesablarında limit vacibdir. Yəni ki, limit qoymalıyıq. Kartdan istifadə edirsiniz, eləmirsiniz, kartlara limit qoymaq lazımdır. Yəni, ümumiyyətlə onlayn, mən məsələn, belə deyək də,
gördüyüm təcrübəyə əsasən deyə bilərəm ki, mən özümdə də onu tətbiq edirəm. Onlayn əgər alış-veriş elədiyiniz kart varsa, o kartın onlayn alış-verişinə deyək ki, nə bilim 50 manat, 100 manat bir balans, simvolik bir limit təyin edin. Nə vaxt siz ödəmə eləmək istəyirsinizsə, həmin vaxt açın, tutaq ki, 1000 manat ödəniş edəcəksiniz, bir bilet alacaqsınız. Həmin vaxtda limiti qaldırmaq olar, əməliyyatı yerinə yetirəndən sonra yenidən limiti qaytarmaq olar geri. Çünki bizim ağlımıza gəlməyən ssenarilər var. Biz düşünürük ki, yəni mən əgər kodu üçüncü şəxsə vermədimsə, burada bir problem yoxdur və yaxud da ki, sima ilə təsdiq eləmədimsə, burada problem yoxdur. Süni intellektin inkişafı ilə hazırda ciddi hücumlar həyata keçirirlər. Bu phishing metodları ilə ən çox yayılıb və biz gün ərzində müxtəlif iş yerlərindən asılı olaraq maillər qəbul edirik və bu maillər hardasa insan var ki, gün ərzində 100-150 mail qəbul edir. Yəni bunların hansı saxtadır, hansı saxta deyil, bunu araşdırıb nəticəyə gəlmək bəzən onlar psixologiyanı yaxşı bilirlər, olan bütün senarilər, həm sosial mühəndislik, həm də psixologiyanı yaxşı bilməkdir ki, hansı formada biz hücum edə bilərik senarilər. Çünki senarilər köhnəlib, o standart senarilər var, artıq onların haqqında hamının məlumatı var və o senarilərlə hücum eləmək effektiv olmur və yenilərin fikirləşirlər. Eyni zamanda biz yeni texnologiyalardan istifadə edirik. Məsələn, MyGov əvvəllər elə bir, yəni çox adam istifadə eləmirdi və yaxud da istifadə edəndə bir neçə xidmətindən istifadə edirdilər və amma bugün imzalayırıq. Hamı sənəd imzalayır MyGov-dan. Bu, düşünün ki, MyGov-a hücum əmlakın ötürülməsi ola bilər. Kiməsə, siz təsəvvür edin, imzalamaqla kiməsə etibarnamə verərsiniz və o etibarnamə ilə ev alqı-satqısı ola bilər. Yəni, bunu geri qaytarmaq, bəlkə düşünürsünüz ki, məhkəmə yolu ilə filan və illər çəkə bilər və hətta olmaya da bilər. Yəni, düzdür, bu addan-ada keçirilmə, kiməsə ötürülmə məsələsi, bu cinayət tərkibi olanda, ölkə ərazisindədirsə, bunun cinayəti sübut olunandan sonra artıq yəqin ki, əmlakçılar geri qaytarılır. Amma düşünün ki, bu məbləğdir. Məbləğ gedirsə, 90% həmin məbləğlər itki hesab olunur. Ümumiyyətlə, statistikada da belə göstərilir ki, gedən məbləğlər 90% geri qaytarılır. Və nümunə üçün deyə bilərəm ki, mətbuatı araşdırsa, son 6 ayda külli miqdarda pullar gedib bank hesablarından. Hətta bankların özlərinin də boşluqlarından pullar çəkilir. Bunun vətəndaşlara ziyanı yoxdur. Reputasiya itkisidir bank və fintech təşkilatları üçün. Amma vətəndaşlar da bir növ etibarsızlaşır həmin təşkilatlar və bilmirlər ki, sonunda pul necə, yəni yastığın altını yığası deyirlər. Yəni, biz istədik, istəmədik, pullar balansda saxlanılır. Yəni, pul ötürülmələri olur. Biri maşın satır, biri ev satır, bunu hesabda saxlanılır. Və ikinci, belə deyək də, kiber təhlükəsizliyi ilə bağlı, təhlükəsizliyin təminatı ilə bağlı məsləhət ondan ibarətdir ki, böyük məbləğdə pullar varsa, bu debit kartlarda saxlanılmasın. Yəni, hesaba bağlı olsun. Hesaba da hər hansı bir kart bağlı olmasın. Yəni, bankda sizin müxtəlif kartlarınız ola bilər. Application-a girəndə sizin PIN-ə bağlı bütün kartlarınız orada görünür, eyni zamanda hesablarınız da görünür. Belə eləmək olar. Siz əgər hansısa məbləği, deyək ki, ev satmışsınız, 100 min bir məbləğ var orada və bu 100 min məbləği siz istifadə eləmirsiniz. Bunu depozitdə qoymaq istəmirsiniz. O zaman yalnız hesab açıb, hesaba yerləşdirib, istifadə eləmədiyiniz bir, yəni həmin bankın kart məlumatlarından istifadə eləmirsiniz. Hər hansı bir kart məhsulundan istifadə eləmirsiniz. Bank hesabında yerləşdirirsiniz, qalır orada və ora müdaxilə olunduqda tamamilə bank məsuliyyət daşır və sığortalı hesabdır. Yəni ki, onu
yəni deyək ki, banka müdaxilə olundusa, o artıq geri qaytarılacaq sizin hesaba. Deməli, burada gizli müşahidə var, fiziki gizli müşahidə var bu görünməz təhdidlərin içərisində. Bu shoulder surfing deyirlər buna, dumpster diving deyirlər. Yəni kimsə arxadan, siz əməliyyat edirsiniz, kimsə arxadan onu izləyir və sizin şifrənizi görə bilərlər. Eyni zamanda elədiyiniz əməliyyat zamanı bilirsiniz, biletlərin qeydiyyatı məsələsi var. Sizdən əvvəl bileti qeydiyyatdan keçib çekin edə bilərlər. Yəni bir çoxları belə deyək də bilet və digər məhsullar alanda onun haqqında bütün məlumatı içmən qarşı oxumur tamamilə. Yəni orada ola bilər ki, hansı bir maddə qoyulur və orada göstərilir ki, üçüncü şəxsə ötürüldükdə məsuliyyət sizin üzərinizdədir. Və belə deyək, metadata və piksel izləyicilik, bunu mən danışdım və çox adamın fikir vermədiyi araya girən hücumlar var. Bunlar hansılardır? Mən indi middle deyirlər buna. Biz buradan daxil olmuşuq buranın şəbəkəsinə və hər hansı bir bank əməliyyatı edirik. Biz bilmirik o necə qorunur. Şifrələmə açıq gedir, yoxsa qapalı gedir. Bundan məlumatımız yoxdur. Çox yerdə açıq gedir və qorunmur. Ciddi qorunma yoxdur. Biz harada oldu giririk və harasa ödəniş edirik. Və bir mənalı olaraq belədir ki, biz tanımadığımız yerlərdə ödəniş eləməli deyirik və hətta biz istəyirik, məsələn, bəzi belə deyək də, həvəskar hətta tələbələr gedir oturur müəyyən internet qurğularda, Wireshark deyilən proqram var, açırlar, paketləri başlayırlar izləməyə. Kimdən kimə nə paket gedir və o paket açıq gedir, qapalı gedir. Açıq gedirsə orada artıq məlumatları görmək olur, şifrəni görmək olur, kart məlumatlarını görmək olur. Və düşünün ki, siz ödəniş fikirləşirsiniz ki, ödəniş elədiyim belə deyək, sayt, təhlükəsiz saytdır. Mən də ödənişimi elədim, yəni heç bir problem ola bilməz. Problem orada olur ki, siz ortaya girən bir adam olur və ortaya girən adam o problemi sizin üçün yaradır. Və biz bunu görünməz təhdiddir bu. Kompüterimizdə heç bir şey yoxdur, əlamət yoxdur və biz özümüz hansısa boşluq hərəkət eləmirik. Məsələn, deyək ki, HTTP və HTTPS fərqlidir. Deyək ki, secure gedir, şifrələmə ilə gedir məlumat, yoxsa şifrələməsi. HTTP ilə girsək, biz özümüz bilirik ki, biz qorunmayan bir saytla əməliyyat edirik. Bunun problemi ola bilər. Amma burada hər şey qaydasındadır. Sadəcə qoşulduğumuz sistem, deyək ki, şəbəkə tam qorunmadığına görə bu problemlər ola bilər. Ona görə də ən yaxşısı hotspot edib öz telefonunuzdan girmək daha məsləhətlidir. Güclü şifrələrdən istifadə etmək məsləhətlidir, kombinasiyalardan. Eyni zamanda burada mən göstərmək istəyirəm ki, ümumiyyətlə burada nümunə üçün qoymuşuq bunu ki, kompüterinizə virus yükləmək görünməz təhdiddir deyil, amma görünən təhdiddir. Və aşağıdakılar da şifrə, phishing və yaxud ona düşəcək, düşməyəcək ikinci məsələdir. Amma burada əsas məsələ odur ki, biz nəyisə paylaşırıq, ümumiyyətlə o hansı məlumat daşıyır onu bilmirik. Və görünməz təhdid də buradan yaranır. Mən kiçik bir belə bir şey burada. Demək, buna baxaq, demək, məlumatlandırmaq üçün belə bir mail gəlib. Tutaq ki, e-mail gəlib sizə və yazır ki, hörmətli müştəri, mən nümunə üçün qoymuşam burada, tutaq ki, Dünya Bankı X bir bankdan gəlib. Ki, bəs 24 saat ərzində aşağıdakı linkə daxil olub şəxsiyyət vəsiqənizi və kart məlumatlarınızı təsdiqləməsəniz hesabınız bloklanacaq. Bu phishingdir, phishing deyil sizcə. Məncə bu phishingdir və
Yoxlayaq bunu. Phishingdir. Deməli, bu phishingdir. Niyə görə phishingdir bu? Baxın, phishing əlamətləri mən deyirəm. Yəni gerçək e-maildir yoxsa yox? Yəni doğru yerdən gəlib gəlməyib bunu yox. Yəni doğru e-mail gələ bilməz. Hə. Bu mailin fərqi var. Yəni çox baxın, burada bunun mütəxəssislər daha aydın bunu görə bilirlər. Header hissəsi var. E-mailin header hissəsinə girəndə orada hardan gəlib o tam dəqiqliyinə göstərir. Orada SPF kod var, falan var. Orada narahatçılıq yoxdur. Yəni onu mütəxəssislər təyin edə bilər. Amma biz mütəxəssis olmayan şəxslər üçün nəzərdə tuturuq ki, bunu necə təyin eləsinlər? Bir, burada şübhəli olan nədir? Vaxt qoyur sizə. Vaxt qoyur və deyir ki, 24 saat ərzində bunu eləmədinizsə, demək nəsə bir problem olacaq. Bu tələsdirmək ümumiyyətlə phishing maillərinin əsas əlamətlərindən biridir. Yəni burada artıq şübhəyə düşməlisiniz. Bu doğru maillərdir. Bu demirəm ki, %100 həmişə phishing maillərindən gəlir. Belə bir şey yoxdur. Ola bilir doğrudan da ki, məsələn Facebook sizə göndərə bilər ki, biz aşkarlamışıq, Facebookun siyasətinə zidd paylaşımlar edirsiniz və 24 saat ərzində müdaxilə eləməsəniz, bizə bir cavab verməsəniz, biz sizin hesabınızı bir dəfəlik blok edəcəyik. Belə maillər də gəlir. Amma bunun gəlibsə, birinci biz şübhəyə düşməliyik ki, bu doğru olmaya bilər. İndi baxaq növbətisinə. Asan imzanın yenilənməsi ilə bağlı məlumat göndərilib sizə. Burada da tarix var. Vətəndaşa məlumat verilir ki, 30 gündən sonra bitir. Yeniləmək üçün Asan Xidmət Mərkəzinə müraciət edə bilərsiniz. Əlavə məlumat yazıb Asan Xidmətin ünvanı. Bu indi phishingdir, phishing deyil. bu phishing olmalıdır. Phishing olmalıdır. Bu legitimdir. Deməli, nəyə görə doğrudur? Bu əslində phishing sayılmalıdır. Niyə görə? Bir, sizi tələsdirmir, 30 gün müddət qoyub. İkinci, sizdən hər hansı şəxsi məlumat istəmir. Ən əsas məsələ odur ki, yəni phishinglərdə sizdən nəsə məlumat istəmilir. Sizi harasa ki, daxil olmağı məcbur edir. Amma burada isə deyir ki, Asan Xidmət Mərkəzinin özünə müraciət edir. Ya bizə zəng edir. Fərqi yoxdur. Amma məsələ orasındadır ki, sizi əlaqə saxlamağa, deyir ki, nə vaxt olsa sizi əlaqə saxlayır, sizi tələsdirmir. Burada göstərilir ki, doğru ünvandan gəlib. Yenə də bunu da təhlil edəndə də görürsən ki, doğru ünvandan gəlib. Eyni zamanda və xidmət mərkəzləri. Siz əgər bu hücum olsa, xidmət mərkəzinə zaten müraciət edəndə deyəcəklər ki, bu düzgün deyil, bizdən gəlmir. Belə, burada növbətisi də var. Maaş sənədi. Məsələn, burada filan qədər artıb və görürsünüz yenə də Excel-ni klikləyin. Məlumat istəyir, klikləyin. Nəyəsə klikləyəndə burada artıq belə bir məsələ oldusa, mütləq biz bir neçə dəfə fikirləşməliyik ki, bu olma ehtimalı var və əgər siz özünüz qərar verə bilmirsinizsə, bu ola bilər ki, siz müraciət edəsiniz sizə IT şöbənizə, infosec şöbənizə ki, bunu araşdırın, görün, doğrudur, doğru deyil. Mən özüm qərar verə bilmirəm. Burada da yenə də yığın deyir. Yəni, burada da belə bir şey istəmir. Burada isə artıq, baxın, işləmə haqqı olaraq 150 USD köçürün artıq. Və loteriyada qalib gəlmişsiniz. Bu, köçürün varsa artıq bu düşünmədən bir dənə də son dövrlər yadıma söylədiyim, yadıma çıxarlar, kiber təhdid növü yaranır. Küçədə harasa bir konferanslarda harasa kimsə sizə yaxınlaşıb telefonunuz ola bilər ki, bu ünvanı tapa bilmirəm. Xahiş edirəm bax. Yəni ona reaksiya vermək üçün ki, arxada gizli video çəkilişi gedir, video, foto çəkilişi gedir. Sizin əksinizi və videonuzu almaq istəyirlər, sonra onları manipulyasiya edib istifadə edəcəklər. Sizə sadəcə göstərir hansı xəritənin bir səsi ki, buranı tapa bilmirəm və yaxud da sizin barmaq izinizi götürmək istəyir ekrandan. Uzadır öz smartfonunu ki, xahiş edirəm dəm köməyə, siz də təbii ki,
barmaq izi qalır, video qalırsa, ona sınavda istifadə edib pul götürə bilərlər. Bir sıra xidmətlər var ölkədə. Yəni orada video görüntü tələb olunur. Orada sizi süni intellektdən manipulyasiya edib, güya ki pul istəyirsiniz, kredit təşkilatlarından pul götürə bilərsiniz. Kriptovalyuta ilə bağlı hücumlar olur tez-tez. Bilirsiniz də, kriptovalyuta Telegramdan çox istifadə edirlər və seed phrase deyilən bir şey var, onu edirlər. Məsələn, Telegramda sizə yazır ki, məsələn, cüzdanınızda problem vardır, deyək ki, siz onu verin, seed phrase verin bizə, ondan sonra artıq biz deyək ki, bu problemi həll edəcəyik və ondan da sizin belə deyək də gedəcək hesabınız. Kriptovalyuta da elə bir şeydir ki, ümumiyyətlə kriptovalyuta hücumların demək olar ki, indi çox ciddi araşdırmırlar, yəni araşdırsalar da nəticəyə gələ bilmirlər. Çünki kriptovalyuta banklar bildiyimiz kimi mərkəzləri buradadır və burada istənilən adamın tarix hissəsini çıxartmaq olur. Amma kriptovalyuta X adamdan gəlir və adamın hesabı kriptodadır və orada heç bir hesab çıxarıla bilməyəcək. Yalnız sizin öz hesabınızı çıxarıla verə bilərsiniz ki, buradan buraya gedib, adam da deyək ki, oturub başqa geçələr. Yəni, belə. Burada rug var. Bu da, yəni, bir günə nəsə qalxır, sürətli şəkildə qalxır. Və siz də başlayırsınız da, yəni ki, bilirsiniz, yəni artıq kriptovalyuta ilə məşğul olan adamlar bilir ki, hansı formada artım, təbii artım ola bilər. Yəni, əgər orada anomaliya müşahidə edirsə, bu o deməkdir ki, bu artıq hücumdur. Yəni ki, bu tələdir, cəmaatı bu tələyə salacaqlar da. Yəni, çox bir fantastik artımlar olur. Və bunu kimlərsə tərifləyir, hamını yığırlar ora və həmin adamlar da sonra olur qurbanlar, yəni ki, o pullar gedir. Və bir çox da, yəni adres poisoning var burada, saxta cüzdan tətbiqi var. Bəzən biz kimsə atır, yoxlamırsan, orada uzun olur da. Cüzdanı yoxlamırsan və son rəqəmə uyğun gəlir, göndərirsən, getdi o pul. Yəni, bir də özdə 2 rəqəm, 1 rəqəm səhvdirsə, yəni o pul geri qayıtmayacaq. Və burada çox diqqətli olmaq lazımdır. Çünki bizə elə gəlir ki, yəni kriptovalyuta bizdə çox tətbiq olunmur deyə, yəni də ödənişlərdə falan. Biz fikirləşirik ki, dövrəyə azdır, amma Azərbaycanda kriptovalyutanın dövrəyə çoxdur. Yəni, çox adam kriptovalyutanın dövrəyə edir, xaricdən də ötürmələr var və insanların bəzilərinin xaricdə tanışları var və müəyyən əməliyyatları onun vasitəsilə edirlər. Hətta bilirsiniz ki, Dubai və digər ölkələrdə kriptovalyuta dəyişmə məntəqələri var. Yəni ki, biz telefonumuzla yaxınlaşırıq bir yerə, kriptovalyuta hesabımız var və kriptovalyutanı biz fiziki pula çevirə bilirik yerində. Yəni ki, dollar almaq istəyirik və həmin mərkəzlərə yaxınlaşmaqla o pulu köçürürük və onlar bizə dollar verirlər. Və düşünəndə ki, bu qədər dövrəyə var və yaxın vaxtlarda bununla da bağlı ciddi hücum növləri aşkarlanacaq. Buradakı, məsələn, bir çox hücum növlərinin ümumiyyətlə kriptovalyutanın məşğul olmayan adamların çoxu heç bilmir, heç adını da eşitmir və ümumiyyətlə təsəvvüründə yoxdur ki, belə bir hücum təşkil edə bilərlər. Amma bu bank akkauntlarına da aiddir. Düşünün ki, bizə indi adi gəlir də, çox adamın bank akkauntları var. Amma deyək ki, pensioner adam üçün bank akkauntları da kriptovalyuta bizi isə nədirsə, onun üçün də bank akkauntu odur. Yəni, çox ciddi məlumatı yoxdur və bilmir ki, o nömrəsinə gələn kod nədir və onun üçün şəxsə ötürsə nə baş verə bilər. Və burada, deyək, burada var şübhəli link analizlərinin olması. Misal üçün sizə, mən bunu nümunə üçün
verirəm də, bunun üçün qurmuşam bunu. Amma belə deyək, görün nələrə diqqət edin. Belə linklər çoxdur. Yəni siz özünüz araşdıra bilərsiniz ki, məsələn bir link gəlib sizə, ümumiyyətlə bu doğrudur, doğru deyil. Baxın, protokolu yoxlayır birinci. Hansı protokolla müraciət edir? Protokol HTTP-sə, yəni ki, secure-dur. Bu əsas tələblərdən biridir. Yəni ki, S deyilsə, bu artıq təhlükədir. Yəni %100 təhlükə demək olmaya bilər. Çünki bəzən elə olur ki, dövlət orqanlarında, domenlərində SSL sertifikatı alınmır, qalır HTTP-də. Yəni o bir gün olur filan, amma yenə də əgər alınmayıbsa, məsuliyyətsizlik ediblərsə, bu o deməkdir ki, siz ondan istifadə eləməyin həmin müddət ərzində. Sonra məsələn baxırsınız burada görürsünüz ki, HTTP iləndir. Və bu artıq sizə siqnal verir ki, burada təhlükə ola bilər, çünki HTTP ilə yoxlanılır və belə yoxlaya gedirsiniz və sonra artıq məsələn başlayır. Bu əvvəlidir, bir də sonları var, sonluqlar var. Adətən şübhə yaradacaq, belə deyək də, məsələn maşın nömrələrinə baxanda biz bilirik ki, bu Azərbaycanda maşın nömrələri hansı formada olur da, yəni necə başlayır, necə bitir. Biz də linklərə gözümüz alışıb da artıq. Legitim saytların linkləri standart olur. Yəni slash tutaq ki, məsələn login, slash b. Orada uzun-uzadı nəsə görürüksə, nə bilim qarışıq bir simvollar görürüksə, bu artıq o deməkdir ki, burada nəsə problem var. Yəni bu düzgün, hətta legitim olsa belə onlara bildirmək lazımdır ki, bunu yığışdırmalıdırlar. Çünki insanlar şübhəyə salır. Biz o xəbərlər paylaşanda elə saytlar var ki, düz 3 cərgə gedir. Bəli, o deməkdir ki, onlar istifadə elədiyi kodlar normal kodlar deyil, eyni zamanda özlərinin developerları normal deyil və necə gəldi qruplar saydı və orada boşluq var. Yəni, Düz cərgə. Orada, hətta belə deyək də, siz Google Meet-də paylaşmaq istəyirsiniz, görürsünüz orada uzantı çox uzun olur bəzən. O sizə və yaxud forumları paylaşanda, orada sizə qısa link də təklif edir. Çox uzun olmasın deyə. Bu tipdə Hə. linkin Qısaldılmış formasını verir ki sizə. Yəni bundan istifadə edir. Onu deyim, o da şübhəlidir. Hackerlarından istifadə edirlər, böyük linki gizlədilər, belə qısaldırırlar linki. Və sən anlaşmırsan ki, yəni bu nə ola bilər də, vurursan. Çünki sən link gəlir, hacker nə edir? Başqa bir formada qısaldılmış linkə çevirir. Və artıq siz professional adamı daxil olanda bilmir ki, bu real linkdir. Çünki belə bu tip linklər görür, qısaldılmış linklər görür. Və bilmir ki, bu hacker düzəldir bunu, yoxsa bu real linkin qısaldılmasıdır. Yəni, o cür kiber təhdid. O sözsüz, burada biz iş yerindədirsinizsə, mütəxəssisə müraciət etmək var. Bizdə iş yerlərinin əksəriyyətində bu var ki, filan departamentdə müraciət edin. Yəni ki, bu şübhəlidir mənim üçün, sən aydınlaşdıra bilərsən bunu. Burada, məsələn, deyək ki, hər dəfə deyirlər ki, güclü parol qoyun. Baxın, 1, 2, 3 parol qoyuram. Görürsünüz, 10 bitdi, anında da açılır bu parol. Yəni, brute force deyilən hücum növü var. Parolları yoxlayır, ehtimal olunan parolları da kombinasiyaları yoxlayır. Bu, qısa olanda çox tezdə, yəni 1-2 onun çatmağı çox sürətli işləyir o. Yəni o çox anında aça bilir ki, bunun parolu 1-2-3-dür. Deyək ki, bura qədər gəldim, bir dənə hərf də qoydum. Artıq hərf qoydumsa, görürsünüz, müddət qalxır. İkinci hərfi qoydum. Müddət yenə qalxdı. Bir dənə rəqəm əlavə elədim. Görürsünüz, rəqəmlər olduğuna görə hərfi artırsan, bir dənə simvol qoysan burada. Sən o göz işarəsini vur, göstərsinlər nələr qoysan. Hə. Baxın, bir dənə simvol qoyan kimi görün hara qalxdı. Piyon ilə qalxdı. Yəni, sındırılma müddəti. Onu yadda saxlamaq da asan deyil axı. İndi məsələ nədir? Onun Orası çəkəcək. Hə. O da var. Belə problem var. İndi o problem var, amma o problemin həll eləməkdən ötürü onun da məsləhəti var. Ki, müəyyən sözlərlə qoyun. Sözlər, məsəl üçün, nə bilim, küçədən maşın keçir. Məsəl üçün, bir fraza kimi fikirləşin. Məsəl üçün, küçədən ki böylə.
maşın böyünə, yəni sözlərin birləşmələri böyünə və sonuna bir dənə simvol qoysanız, sizin bütün tələbləri ödəyir. Valla mənim yadımdan çıxır. Bax, parol qoymam mən. Belə, misal üçün, Necə baxın, qoyulur, belə üsullardan bir neçəsi var da, adam adının tərsini qoyur. Məsələn, adamın yadından Çox adam çıxarmazsa, adın tərsini qoyursan və orada hər hansı bir kombinasiyadan istifadə eləsəniz, onun ehtimalı çətin məsələdir. Ya bir də faiz şarası atıb doğum evimizə əlavə eləsin arxasından. Əslində hə, amma belə bir şey var, tövsiyələrdə bu göstərilir ki, ümumiyyətlə doğum ilindən istifadə etmək lazım deyil. Ay, gün, tarixlərdən istifadə etmək lazım deyil. Amma yaxşı olaraq ki, məsələn, adın tərsidir də bu. Yəni adınız deyil. Yəni bu ehtimal olunmur. Və o, məsələn, tire olan şeylər var. Deyək ki, adınızın tərsidir, tiredir, bir dənə simvoldur və salam. Bir də bir şey var. Eyni parolu tam ki, siz 10 dənə servisini verirsiniz. Servislərin biri qırıldısa, birinci artıq parol, siz onu Google yoxlayır və hakerlərin əlinə keçir. Tam, Samir.ru saytında sizin bir login parolünüz vardı. Onu qırıblar, hakerlər. Amma eyni parolu siz 10 dənə beynəlxalq bankda istifadə edirsiniz başqa. Artıq birinci bir təhlükədir. O parolu, onlar o bir hesablarınızı bilsələr, asanlıqla daxil olacaqlar. Baxın, onun hələ... Amma elə mənimki demək olar ki, eynidir. Çox eyni şeydir. Eyni parolu... Yadımdan çıxır da, ona görə unuduram deyil. Baxın, güclü parollar necə yaradılmalıdır? Bax, bunu məsləhət kimi qoymuşuq bura. Bax, burada var da, misal üçün, mavi at küçədə gəldim, bu bəyaqlar maşını deyirəm, küçədən keçir. Bax, belə bir şey, bir dənə rəqəm qoyub, bir dənə də simvol qoyub baxımdan. Uzundur, yadda qalandır, bu başqa bir şey də ola bilər. Yəni, insan bir frazla fikirləşir və qaldı insanın yaddaşında və onu qoya bilərsiniz, axır simvolunu dəyişə bilərsiniz. Və ikinci nədir? Bu, ən çox mütəxəssislər istifadə edir. Bitwarden var, sonra OnePassword var. Bunlar toollardır, hansı ki passwordləriniz uzundur və siz bunu yadda saxlaya bilmirsiniz. Siz passwordlərinizi belə yerlərdə saxlayırsınız. Hansı ki onu kompüterin yaddaşında saxlamaq təhlükəlidir, çünki hər an açıb baxa bilərlər. Çünki bunların özünə də siz parollarla girirsiniz. Eyni zamanda two-factor deyirdik də bu, iki mərhələli qoruma. Yəni barmaq izi ilə qoruma, ya üz tanıma ilə qoruma varsa, artıq parol da bir növ əhəmiyyətini itirir. Parol zəif olsa belə sizin hesaba keçə bilmirlər. Çünki keçmək istəyəndə artıq barmaq izi və yaxud nömrənizə kod gəlir, onu istəyirlər. Bu kimi demək, ikili qoruma tətbiq edəndə hesab təhlükəsiz olur. Belə bu qədər mən verəcəyim məlumatlar. Təşəkkürlü verirəm. Suallar varsa, mümkünsə verin, yəni şey, hansı mövzu aldı, hansı mövzu qaranlıq qaldığını asılmalı. Bəzən belə bir e-mail gəlir, məsələn, tutaq ki, hansısa bir ölkədə xaricdən çox gəlir. Kimisə hesabında bir 10-15 milyon pul var. İstəyir ki, sənə keçsin. Belə bir şey. Bu nədir? Bu artıq çoxdan köhnəli. Onun tarixçəsi bir 15 il. Afrikada da. Hə, 15 il var, amma yenə də onlar deyəsən inkişaf edə bilmirlər. Eyni metodlarla istifadə edirlər ki, bəlkə... Mənə Türkiyədən də gəlir. Bir də Amerikadan çox gəlir. Bizi zəif bilirlər onlar. Bilmirəm, Amerikadan gəlir. Bizim ölkəni zəif bilirlər, bizə inkişaf gelmir. Bir şey deyim, Mənə Afrikadan gəlməsən. son dövrdə Azərbaycan Milli Kiber Təhlükəsizlik indeksine görə 21 addım irəlilədi. Yəni bu böyük sıraişdir. Dövlətin apardığı islahatlar, hazırda bizdə bir qanun layihəsi uşaqların zərərli informasiya qorunması üçün sosial şəbəkələrə qadağa, daxil olma qadağası qoyulacaq. Yəni ki, parlament müzakirəsi gedir, ictimai dinləmələr gedir. Biraz o sahədə geri qalmışıq. Yəni, qalan sahələr demək olar ki, güclü inkişaf edir. Sonra keçən tədbirdən bu vaxta kimi, artıq 12 gün keçdi, Milli Kiber Təhlükəsizlik Agentliyi yaradıldı. Yəni, dövlət hal-hazırda kiber təhlükəsizliyə böyük önəm verir. Çünki gələcək münaqişələr, müharibələr
100% kiber olacaqlar. Yəni artıq görürsüz, yəni dronlar uçur, kiber hücumlar olur hansı dövlət saytlarına. Yəni əslində kiber təhdidlərin olması lazımdır. Bəzən olmayan da məsələlərdə hərimiz birləşir. Məsələnin özündə insidentlər yaradırlar. Yəni xüsusi bölmə var, hamıya tam ki spam göndərir. Görsün hansı əməkdaş o maili açacaq və açıb hansı reaksiya verəcək. Yəni biz kiber təhdidləri görməliyik ki, inkişaf edək. Tam ki bu necədir? Qalxan və qılınc söhbətdə. Qılınc gücləşirsə, qalxan əzilir. Qalxan gücləşirsə, qılınc əzilir. Yəni bu daim inkişaf eləməsi üçün bu olmalıdır. Eyni zamanda indi süni intellektlə bağlı məsələ də var idi. Ben bir maarifləndirici tipli bir sualım. Mesela süni intellekt konusunda AI dediyimizdə, yəni siz qeyd elədiniz, AI-nin tətbiqi ilə bağlı həkk hücumları olur, phishing hücumları olur. Yaxşı, biz fərd olaraq, vətəndaş olaraq AI-nin indi müsbət tərəfləri var da. Yəni AI-yi tətbiq edərək biz bu mübarizəni necə aparacaq, özümüzü necə qoruyacaq? AI-nin tətbiqi ilə. Hələ onu qeyd edeyim, baxın. Deyək ki, sizə e-mail gəlir. E-mail çox qarışıqdır və təyin edə bilmirsiniz. Ki bu, hətta mütəxəssissiniz və bildiyimiz kimi mütəxəssissiniz və mütəxəssis ola bunu təyin edə bilmirsiniz. Necə təyin eləməlisiniz? Burada artıq biri ağıl-ağıldan üstündür. Burada bizim görmədiyimiz təhdid növlərin bütün AI bazası görür. Biz onu atırıq AI bazasına, başlayırıq AI ilə danışmağa. Ki, məsələn, şübhələrim bulardır, mən bunu hücuma oxşadıram. Hücum senarisi belə olur və o sizə başlayır yol göstərməyə. Və bunu məlumatlar tələb edir, digər məlumatlar ki, bunu gir və girirsiniz və sonunda sizə elə bir dəqiq cavab verir ki, siz onun hücum olub-olmadığını aydınlaşdıra bilirsiniz. Ki, bu sizə hətta, belə deyək də, bank hesablarınızdan mesela şübhəli əməliyyat görürsünüz. Hələ heç nə çıxmıyor sizdən. Pul filan çıxmıyor. Amma görürsünüz ki, nəsə bir şübhəli bildirişlər alırsınız. Onu belə AI ilə işləmək, asanlıqla üzə çıxarmaq olar ki, bu problemdir yoxsa yox. Bilirsiniz də, bu yaxınlarda OpenAI-ın da dedi, rəhbəri dedi ki, ən çox inkişaf edən dillərdən biri Azərbaycan dilidir. O mənfidir. AI-da. Yəni ki, hamı yazır da AI-a, yəni genişləndirir. Necə ki, məlumat ötürülür AI-a, belə deyək də, pis tərəfi, yaxşı tərəfi var da. AI-yı daha da ağırlandırırlar hücum növlərini tətbiq etməkdən ötürü. Çünki çox adam iş yerindən bütün məlumatları götürür, atırır. Məsələn, mənim IP-im budur, mənim filan serverim var, mən ora daxil ola bilmirəm, ora necə daxil olurum, götürür orada senari yazır. AI buna cavab verdi və digər bir adam dolayı yollardan bilirsiniz də AI-da hücum senarisi hazırlamır. Deyir ki, bu etik deyil, ona görə mən bunu hazırlaya bilmərəm, qadağalar var. Onu tərs suallarla yönləndirə, hansısa demək, qurumların, məlumatlarını ondan ala bilərdir. Sən deyir, mənim serverimdə daxil ola bilmirəm, unutdum. Başlayır ona senarinin başqa dolayı. O biri senarini götürür, orada hansı ki işçi ona senari ötürmüşdür. O senarini bu geri alır və başlayır hücum növü hazırlamağa. Ki, harada mərkəzlər var, harada data mərkəzlər var, ora giriş əldə etmək üçün nələr lazımdır ona və bu senarini qurur. Amma belə deyək də, AI-yı bilmək lazımdır. AI-ya eyni zamanda prompt deyirlər, bu komandalar necə verilir. Biz ən çox indi onun üstündə işlənilir ki, əvvəllər də bu şey var idi. AI-yı çox da indi böyütməyik, onsuz da bu Google var idi. Google da elə data əsasında işləyirdi. Bu, amma onun ağıllı versiyasıdır və daha çevik versiyasıdır. Burada bir məsələ var ki, biz Google-a yazanda o sənə resursları çıxardır ki, buralarda var, bunlardan girib özün əldə edə bilərsən. Bu, hazır o resursları oxuyur və sənə hazır senari verir.
cavabını verir ki, bu var, yoxsa yoxdur. Sən gedib orada 3 saat hansısa videoya baxmağa ehtiyacın yoxdur ki, orada hansısa sözü deyəcək, yoxsa deməyəcək. Amma AI-dan müəyyən dərəcədə, o necə ki, Google-a doğru sual vermək vacib idi ki, biz doğru cavabı alaq. Çünki baza çoxdur, böyükdür. AI-da da elədir. Biz elə sual verməliyik ki, ona dəqiq cavabımızı ala bilək. İndi bu dəqiqə demək olar ki, bir çox bazalar inteqrasiya olunur və hər şeyi əldə etmək olur AI-da. Tibdən tutmuş hara qədər gedib çıxır da. Yəni resepti atırsan, reseptə uyğun sənə yönləndirə bilər. Amma yanlış bir sual yanlış yönləndirməyə səbəb olur. Ona görə də AI dəfələrlə qeyd edir ki, mən həkim deyiləm və mən ehtimalla deyirəm bunları. Mütləq bunun dozasını. Deyək ki, sizdə D azdır, D vitamini əldə etmək istəyirsiniz. Bu vitamin də adi bir şeydir də, yəni vitamin. Amma siz ona danışırsınız, o deyir ki, dozanı yenə də həkim təyin etməlidir. Yəni, ola bilər ki, dozanı aşağı bilərsən. Ona görə də AI vasitəsilə və belə deyək də, bizdə AI-ların istiqaməti artıq fərqlənir. Əvvəllər hər şeyi ChatGPT-dən soruşurlarsa, indi ChatGPT-dən iş yerlərindən bəlkə də ən az istifadə olunan artıq ChatGPT-dir. İş yerlərində artıq başqa toollar istifadə olunur. Bir hələ Cloud. Yəni ki, Copilot var Microsoft-un. Ən çox istifadə olunanlar artıq bu ikisidir, çünki onlar rəsmi alınır iş yerləri üçün. İndi də ikinci də artıq mübarizə gedir də, yəni ki, iş yerlərindən nələr çıxarıla bilməz. Bunun tətbiqi, bu da AI vasitəsilə artıq AI-yə qarşı müdafiə üsulu təşkil edir. Bizim ölkənin problemi deyil, bu vaxtı yaxlarda bir soruşdu. Pentagonda təhlükəsiz bilirsən, informasiyaları süni intellekdə sızdırılmışdı. İşçi oturmuşdu, suallar vermişdi Pentagon, yəni o da dövlət müəssisəsinin, yəni ABŞ Müdafiə Nazirliyinin məlumatları sızmışdı hamısı. Çünki o bilmirdi, yəni ki, bunu eləmək olmaz və yaxud da bilirdi və yaxud da sualları var idi, o bütün məlumatları vermişdi. Ola, mən təşəkkür edirəm həm sizə, həm müəllimə və agentliyə də təşəkkürlər ki, elə vacib mövzuda layihənin həyata keçirilməsi üçün sizə maliyyə dəstəyi verir. Bu ikinci tədbirinizdə mən iştirak edirəm. Birinci ilə müqayisədə ikinci tədbiriniz daha bədgümandır, daha insanı belə deyək, elə bir vəziyyət salır ki, gerçəkdən yəni travma alana biləcək dərəcədə insan ümidsizləşir ki, mən buna əl vurmurum. Yəni mənim elektriklə istifadə amper deyirlər, nə deyirlər, bilmirəm deyəm, qorxunu cihaza əl vurmuram ki, təhlükəlidir də mənim üçün. Bugün bu situasiya ondan da daha mürəkkəb gəlir, amma sizi qulaq asdıqca mənə elə gəlir ki, artıq internetin o məsum dövrü geridə qalır. İnternet bugün həyatın bütün eybəcərliklərini daha çox özündə o süni intellektin imkanlarından da istifadə edərək mükəmməlləşdirir. Qardaş bir yaxşı sual verdi ki, vətəndaşlar neynəməlidir bu sahədə? Mənə elə gəlir ki, keçən əsrin, xüsusilə ikinci yarısından sonra Avropada və digər inkişaf edilmiş ölkələrdəki necə ki, şirkətlərin və ayrı-ayrı şəxslərin şəxsi vəkilləri yaranmağa başladı. Əsrin sonuna doğru ailə həkimləri institutu güclənməyə başladı və artıq zamanəmizdə həm də ailə psixoloqları deyilən yeni bir ailə yardımcısı olan peşəkarlara ehtiyac duyulur. Bəlkə də inkişaf edilmiş ölkələrdə bu sahə tətbiq olunmağa başlayıb, amma bizim ölkədə də buna ehtiyac yaranır ki, informasiya təhlükəsizliyi xidməti verən qurumların yaranmasına da ehtiyac var. Çünki siz bayaqdan danışırsınız, bu da sizin böyük şirkətdə işləməyinizdən irəli gəlir ki, şirkətdə tam ki, departamentə müraciət edəsin ki, mənə belə məlumat gəlir. Bu böyük şirkətlərdə və dövlət qurumlarında var. Kiçik orta biznesdə çalışan hara müraciət etməlidir? Vətəndaşlar hara müraciət etməlidir? Yeri gəlmişdən onu deyim, yaxınlarda yaradıldı. ETX
elektron təhlükəsizlik xidməti agentliyə çevrildi. Milli Şirkət Və, və buna görə çevrildi ki, indi o artıq əvvəllər dişsiz bir qurum idi. Yəni ki, yalnız məsləhət verə Maarifləndirmə bilər. Amma indi ciddi işlərlə məşğul ola bilər həmin qurum. Eyni zamanda vətəndaşların maarifləndirilməsindən, eyni zamanda vətəndaş zərər çəkibsə, onlara müraciət edib dəstək ala bilər. Bax, həm dedin nə deyir? Bugün vətəndaş özü bu xidmətlərin bir çoxunu belə bir şirkətlərə həvalə eləməli. Artıq bu sahə o hədəyə çatır ki, Niradə xanım deyir, biraz həmzə gülməli gəlir, bu gerçəklikdir. İnsanlar bir sıra xidmətlərdən tam özü də o bugünkü təhdidlərə qarşı hazırlıqlı vəziyyətdə istifadə edə bilmir. Ona görə bu belə bir xidmətin yaradılması zərurətə çevrilir, ehtiyaca çevrilir ki, bu sahədə də vətəndaşlar, o cümlədən kiçik orta biznes, nətər ki, vəkillər xidmətindən istifadə edir. Bəli, mühasibat xidmətini. Məsələn, indi vergi o qədər qarışır. Bəli, əlçatan olmalıdır, həm də peşəkarlara bir növ xidmət kimi göstərilməlidir ki, ondan istifadə olsun. Yəni, bəli, mən elə onu da sual kimi özümdə qeyd eləmişdim ki, bax, bununla bağlı müəyyən nətər ki, ISO 9 deyirlər, bunun özünün həm o saytlarla bağlı saytların standartları olmalıdır ki, vətəndaş etibar eləməlidir. Yəni, üzdən tutma saytların da sayı çoxalır. Bir də kiber təhlükəsizlik mövzusunda maarifləndirici tədbirlər, indi o qurum yaranıbdır, quruma problemi olan çıxacaqdır. Amma problemi olmamaqdan ötəri vətəndaş bu tip özəl xidmət sektoru bu cəmiyyət olaraq yaranması. Bax, birinci, o sizin qeyd edəndiyiniz məsələ ki, bu inkişaf eləmək üçün, hər kəsə çatmaq üçün Azərbaycan Kiber Təhlükəsizliyi Assosiasiyası yaradıldı. Mən oranın ekspertiyəm. Eləcə də bir çox təşkilatlarda işləyən fərdlər ora üzvdür və onlar müxtəlif sahələrdə, onların özlərinin də mütəmadi tədbirlər keçir. Bu yaxınlarda 4-cü Kiber Təhlükəsizlik Forumu keçirildi. Həmin təşkilatın, o da qeyri-hökumət təşkilatıdır əslində, amma dövlət dəstəyi ilə yaradılmış qeyri-hökumət təşkilatıdır və birbaşa İTİXA-nın o kiber təhlükəsizlik mərkəzində yaxın əməkdaşlığı edir və siz əgər